reaksiyaya baxıram. Birinci reaksiyada H var. Həmişə hidroliz reaksiyalarında H və H axtarın sonda. H varsa, bilirsiniz ki, tuş mühitdir. Birinci reaksiyada tuş mühit olmalıdır. Deyir ki, hidrolizin reaksiyanın birinci mərhələsində hansı uyğun gələr? Tuş mühit verəm 1, sonra tuş mühit verəm 2, tuş mühit verən yoxdur artıq. İndi nəyə fikir verməliyəm? Mən baxıram burada. Müsbət 2 oksidaşma dərəcəsi qeyd edib. Biz də bilirik ki, argentin müsbət 1-dir. Amma mis müsbət burada 2-dir. Xlorun ayağındakı saya görə bilərik. Deməli, 1-ə 1 uyğun gəldiyini keçirəm ikinciyə. OH yazıb. OH nədir? Qələvi mühit. Qələvi mühitdirsə burada qələvi tərəf qüvvətli olmalıdır. Qələvi mühit və qələvi mühit. İndi keçirəm nəyə baxıram? Burada 2 üstü mənfi qeyd olunubdur. Yəni, turşu balığı mənfi 2 oksidaşma dərəcəsinə malikdir. Kükürt bilirsiniz ki, kənarda olanda mənfi 2 olur. Ona görə də 3-ü götürəcəm. H2S turşusu. Yadınızdadır mı? Deməli, qələvi mühitdir. H2S zəif turşudur. Ona görə də qələvi mühit verir. Qələvi mühit verdiyi üçün də bunu götürəcəm. Bildiyinizdə 5-i niyə götürmədim?